Bismillah, elhamdülillah, və salatu və salamu alə rasulillah və ba'd. Əssəlamu aleykum və rəhmətullah. Bu səslənişim öncə öz nəfsimədir, sonra da dinləyən hər kəsə. Ramazan ayı bitsə belə, Allahın haqqı yalnız ölümlə bitir. Allah Azə və Cəllə buyurur, sənə ölüm gələnədək Rəbbinə ibadət et. Allah Ramazan ayının Rəbbidir. Allah Şəvval ayının da Rəbbidir. Allah ilin bütün aylarının Rəbbidir. Elə isə Allahdan bütün aylarda qorxun. Dinimizi qoruyaq. Dinimizi qoruyaq. Ömrümüz boyu dinimizi qoruyaq. Çünki o, uca Allah yanında bizim sərmayəmizdir. Cəhənnəm odundan nicatımızdır. Elə isə dinimizi qoruyaq və bütün aylarda və hər zaman dinimizdən möhkəm yapışaq. Həqiqətən, Ramazan ayının ardınca Allaha şükr edilir, Allahdan bağışlanma dilənilir və bu ayda oruç tutmağı və namaz qılmağı bizlərə mümkün edən Allahın lütfüne sevinilir, səmimi qəlbdən sevinilir. Ayın bitməsinə deyil, onu Allaha ibadətdə başa çatdırmağımıza sevinirik. Buna sevinməliyik, buna sevinirik, əlhəmdülillah. Yunus surəsinin 58-ci ayətində Rəbbimiz buyurur, mən Azərbaycan türkçəsinə ayətin məalını oxuyuram. De, bunlar Allahın lütfü və mərhəməti sayəsindədir. Qoy onlar buna sevinsinlər. Bu ki, onların yığdıqlarından daha xeyirlidir. Həddən artıq oyun və əyləncədən, qəflət və Allaha itaətdən üz döndərməkdən çəkinin. Çünki şeytan sizin əməllərinizi boşa çıxarmaq və etdiyimiz bütün yaxşılıqları yox etməyə hərisdir. Onun hərisliyinə diqqət edin. Bəzi insanlar aldanmağa daha tez meyillidirlər. Bəzi insanlara Ramazan bitdikdə insanın sanki həbsdən çıxan kəs kimi artıq azad və sərbəst olduğu ilə vəsvəsə edir bu məlum. Və insan oyun, əyləncə, qəflət, namazı zayi etmək və digər yaramaz əməllərlə başlayır bu xoşa gəlməz şeytanın açdığı yolla dırnaq arasında sərbəstliyə. Əyirdiyinizi açıb sökməyin. Allah Azə və Cəllə Nəhl surəsinin 92-ci ayətində buyurur, ipliyini möhkəm əyirdikdən sonra onu açıb sökən qadın kimi olmayın. Etdiyiniz salih əməlləri qoruyun. Nöqsan və xətalarınız üçün Allaha tövbə edin. Allaha tövbə edənlərin Allah tövbəsini qəbul edər. Allah Subhanahu və Teala bizi bütün ömrümüz boyu Ramazanın duyğusu ilə, Ramazanın məsuliyyəti ilə yaşayan qullarından etsin. Allahümme amin. Allah Azə və Cəllə bizdən razı olmadığı hər bir halımızı əff etsin, bağışlasın. Bizə özünü razı edəcək tövbələr etməyi nəsib etsin. Tövbələrimizdə bizi sadiqlərdən, sıddıqlardan etsin. Allahümme amin. Allah Azə və Cəllə dualarımızın qəbul olmasına mani olan bütün günahlarımızı əff etsin, bağışlasın. Allahümme amin. Subhanəkə Allahümme və bihamdik. Əşhədu ən la iləhə illə ənt. Əstəğfiruka və atubu ileyk.